İyunun 23'ü Bakıda və Abşeronda hava dəyişkən buludlu, yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 18-20, gündüz 25-29 dərəcə isti, atmosfer təzyiqi isə 757 mm civə sütunu olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Temperatur 26-30 dərəcə isti olacaq. Sabah əksər rayonlarda yağıntı gözlənilmir, lakin dağ-ətəyi və dağlıq rayonlarda arabir yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, dolu düşəcək. Zəif duman gözlənilir, qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 17-22, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.